Şatir 97 bu barədə istifadə olan Ukrayna Silahlı Qüvvələrinin polkovniki, hərbi ekspert və pilot instruktor Roman Svitanla danışıb. Su-75 ixrac üçün nəzərdə tutulmuş təyyarədir. Lakin Su-57 üçün belə kifayət qədər sifariş yoxdur. Su-75-in tamamilə ölü layihə olduğunu demək olar. Burada əsas məsələ təkcə sanksiyalar deyil. Təyyarənin deklarasiya edilən taktiki texniki göstəriciləri ilə real imkanları arasındakı uyğunsuzluqdur. O, 5-ci nəsil standartlarına radar, kompozit materiallardan istifadə və 5-ci nəsil tələblərinə cavab verən mühərrik yaratmağın mümkünsüzlüyü baxımından çatmır. Bu sadəcə qeyri-realdır. Rusiya xarici texnologiya olmadan, Yapon kompozitləri və Amerika mühərrik texnologiyası olmadan 5-ci nəsil təyyarə istehsal etməyə texnoloji cəhətdən qadir deyil. Bu aydındır, ekspert bildirib. Bunun sözlərinə görə Su-57 əslində 4 daha çox nəsil təyyarədir. Lakin Rusiyanın onu istehsal etməyə və kütləvi istehsala buraxmağı gücü çatır. Amma onu almaq böyük sualdır. Səbəb də eynidir. O 5-ci nəsil səviyyəsinə çatmır və 4-cü nəsil təyyarəni almağın mənası yoxdur. Xüsusilə də Rusiya kimi başarısı yaradan bir tərəflə işləmək lazım gəldikdə. Bu sadə həqiqətdir. Bu sadə həqiqətdir. 4-cü nəsil təyyarələr Rusiyanın Su-34 və Su-35-i onların öz ehtiyacları üçün tamamilə kifayətdir. Su-35 öz nəzərdə tutulmuş funksiyalarını demək olar ki, mükəmməl şəkildə yerinə yetirir, deyə ekspert deyir. Xatırladıb ki, hörümçək toru əməliyyatı Rusiya hava kosmik qüvvələrinə nəhəng zərər vurur. Müəyyən sayda təyyarə zədələnir. Onlar bunları təmir edə bilmirlər. Ruslar həmin təyyarələri söküb salamat qalan detallarını digər təyyarələrin yenilənməsi üçün istifadə ediblər. Bunlar Rusiya üçün bərpası mümkün olmayan itkilərdir. Ancaq strateji aviasiya parkına dəyən zərər hələ ki azdır. Bunu başa düşməyə lazımdır. Ukrayna nüvə triadasının hava komponentindən müəyyən sayda təyyarəni sıradan çıxarıb, lakin onu tamamilə qeyri-işlək hala gətirməyib. Bu, Ukraynaya ciddi yüngüllük gətirmədi. Çünki qalan təyyarələr raket buraxılışları üçün effektiv şəkildə istifadə oluna bilər. Bu vəziyyət Amerikalıların, İsraillilərin və Çinlilərin xeyrinə oldu. Çünki onlar Rusiya strateji nüvə silahı daşıyıcılarının sayını nəzərə alırdılar. Onların sayının azalması həmin ölkələr üçün vəziyyəti yüngülləşdirdi. Lakin Ukrayna üçün bu real bir rahatlıq yaratmadı, deyə ekspert əlavə edib. Rubis briqadasının xüsusi təyinatlı kəşfiyyat dəstələri Pokrovsk istiqamətində uğurlu əməliyyat həyata keçirib və nəticədə 12 Rus əskəri təslim olub. Briqadanın mətbuat xidməti məlumat verib. Rubis briqadası hücum qvardiyasının hücum bölmələrindən biridir və Hostomel, Bakmut və Rubijni döyüş təcrübəsinə malikdir. Pokrovsk şəhərində vəziyyət bütün cəbhə boyu ən çətin olaraq qalır. Ukrayna müdafiə qüvvələri Rus işğalçılarını məhv etmək üçün axtarış və zərbə əməliyyatları aparır. Ukrayna mövqeləri şəhər mərkəzində saxlanılır və davam edən atışmalar düşmən qüvvələrinin birləşməsinə imkan vermir, Şərqi Operativ Komandanlıq bildirir. Montana və Tiki çağırış adlı
cavablarına malik kəşfiyyatçıların izahına görə əməliyyat 2 mərhələdə baş verib. İlk gün komanda Rus bir platon mövqeyinə səssizcə yaxınlaşıb partlayıcı tel tuzakları götürüb və düşmənin rabitə avadanlıqlarını sıradan çıxarıb. Təəccüblənən Rus əskərlərindən 3-ü qısa atışma və danışıqlardan sonra təslim olub. Bu zaman Ukrayna qüvvələri onların təhlükəsizliyini və tibbi yardımı təmin edəcəyini söz verib. Növbəti gün kəşfiyyatçılar mövqeyini tam təmizləmək üçün geri dönüb. Nəhayət 9 Rus əskəri mövqedə qalaraq təslim olmağı rədd edib və atəş açmağa davam edib. Ukrayna qoşunları psixoloji taktikadan istifadə edərək onlara yaxınlaşan tankla hədələyib. Biz onlara tankın gəldiyini dedik və təslim olmasalar elə orada bastırılacaqlarını söylədik deyə briqada xatırlayıb. Taktika işləyib və qalan 9 əskər silahlarını yerə qoyaraq əsir götürülüb. Rubis briqadasının Zenit raket və artilleriya bölməsinin kəşfiyyat rəhbəri Danilo Borisenko bildirib ki, Ukrayna atəş və müşahidə mövqeləri bir-birindən uzaqda yerləşdiyi üçün bəzi Rus piyada əskərləri Pokrovsk daxilində irəliləməyə nail olurlar. Mövqelərimiz davamlı və sıx deyil. İnsanlar bunu 2-ci və ya 1-ci Dünya müharibəsi haqqında filmlərdə görməyə öyrəşiblər. Bugün davamlı xəndəklər və ya sığınacaqlar yoxdur. İndi təmas xətti atəş və ya müşahidə mövqelərinin yığılmasıdır və çox vaxt bu mövqelər bir-birindən uzaq məsafədə yerləşir. Bu, düşmənin bəzi hallarda bu mövqelər arasında sızaraq arxa tərəfimizə keçib orada qüvvələrini toplamasına imkan verir. Hərbçi bildirib. Bunun sözlərinə görə Rus ordusu belə üsulla Pokrovsk şəhərinə sızmağa çalışır. Çoxlu Rus əskərləri aşkar edilərək məhv olunsa da müəyyən faizi bu irəliləyişləri uğurla həyata keçirir. Nəticədə onlar hər binadan atəş mövqeyi və ya sığınacaq kimi istifadə edərək mövqe tutmağa çalışırlar.